Hacı Ürəndi Davud Əsədov adına 2 nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Elza Məmmədovanı alqışlarını səhnəyə edirəm. Və professor əməkdar elm xadimi Şahlar Əsgərovu dəvət edirəm. Buyurun. Buyurun Şahlar müəllim. Xeyirli uğurlu düşərli olsun. Alqışlar. Bəli, növbəti iştirakçını istəyərdim səhnəyə dəvət edək. Buyurun. Şahlar bəyə söz veririk. Elə səhnəyə çıxmışkən, buyurun, siz də söz vermək istəyərdik. Təbrik edirəm. Təbrik edirəm. Çox sağ olun. Axın kəsərsiniz. Əziz müəllimlər, belə bir bəşəri şey var. Uşaqları analar tərbiyə edir. Milləti müəllimlər edir. Müəllimlərin çox böyük milli güc var. Millətin uğuru müəllimdən asılıdır. Biz soy yaşadığımız tarixdə də müəllimlərin ünvanını xüsusilə qələbə ilə bağlı maraqlı fikirlər etmişdik. Buna görə Qurban Bayramı ərəfəsində belə bir təhsil formu, yəni müəllimlərin bir yerə yığışma bir məclis çox hədsiz dərəcədə vacibdir. Buna görə milləti tərbiyə edən müəllimlərə salamlar olsun. Qurban Bayramı. Və bura çıxmışam, bir neçə kəlmədə mənim müəllimlərə də sözüm var. Baba, bizim Türkiyədən gəlmiş qonaqlarına mən salam edirəm. Və eyni zamanda qeyd etmək istəyirsəm, sizin Azərbaycan olsun, ideal məktəb qurmaq mümkündür. Heç bir dövlət ideal məktəb qura bilmir. Niyə qura bilmir? Çünki təhsil özü çox mürəkkəb sahədir. Təhsil sosial sahədir. Təbabət də sosial sahədir. Sağlamlıq da sosial sahədir. Təbabətdə 100-dən çox alim Nobel mükafatı alır. Hələ təhsildə bir də Nobel mükafatı alan yoxdur. Niyə yoxdur? Çünki təhsil özü mürəkkəb sahədir. Çox mürəkkəb sahədir. Ona görə bu mürəkkəb sahədə siz çalışırsınız, sizə uğurlar arzu edirəm. Amma mən bu qısa çıxışımda sizə bir-iki cümlələ söz oxuyacağım. Oxumaq istədiyim sözün ideya müəllifi əslində Amerikanın güclü prezidenti Bush'dur. Ondan sonra 44-cü prezident Obama da həmin ideyanı müdafiə edirdi. Təhsili, texnologiyanı, rəqəmsal dünyanı bir yerdə birləşdirən bir təhsil platforması yaratmaq. Və ona görə bu iki prezidentin ideyasını bir zar deyilən və Bill Gates və Melinda Gates'in fonduna rəhbərlik etmiş bir qeyri-hökumət təşkilatı yaradır. Qeyri-hökumət təşkilatının adı olur Rəqəmsal Qlobal Öhdəlik. Bu rəqəmsal qlobal öhdəlik 3 adamın adını çəkdi və 4 adamın. Bill Gates'in adını, onun həyat yoldaşı Bilal'ın adını çəkdim, 2 prezidentin adını çəkdim. Və bu bir zat 3 cümləsini sizə oxuyacaq.
O üç cümləni şık bir əsərdə amma oxuyabiləcəm. Baxın, deyil, hər bir uşaq sənət əsəridir. Bu uşaqlar sizin qarşınızdan gəlir, məktəblərdəki. O uşaqların hər biri sənət əsəridir, izah edir. Onun şah əsəri olmaqda çalışmır. O uşağın hər biri sənət əsəri olur, şah əsəri olmaqda çalışmır. Müəllimlərə görə. Hər bir uşaq dünyaya istedad mənbəyi, həqiqi və potensial olaraq gəlir. Amma bayaq mən dediyim kimi, ideal məktəb olmaq mümkün deyil. Niyə biz bunu eləyə bilmirik? Türkiye'nin keçmiş təhsil naziri Ziya Səlcuq bir sözünə Ziya Səlcuq deyir ki, biz orta məktəbdə bütün uşaqların hamısı, yəni bütün uşaqların hamısı bir sinifə yox, musiqi üçün doğulanlar musiqi məktəbində, idman üçün doğulanlar idman məktəbində, tarix üçün doğulanlar humanitar məktəbdə, fizika, riyadet üçün doğulan məktəblərdə, riyadet məktəblərdə oxusalar, bunda ideal məktəbdə yaratmaq mümkün olacaq və